General Həşimov Poladın anası, bütün xalqımı salamlayıram. O cümlədən Ali Baş Komandanımızı salamlayıram və ordumuza, əskərlərimizə, hamısına işlərində uğurlar arzulayıram. Poladın saldatlarına, Polad sevər saldatlara, hamısına uğurlar arzulayıram. Allah onların üstündə olsun, qollarına Allah qüvvət versin. Həmçinin Poladın yoldaşlarına, komandir yoldaşlarına, hamısına deyirəm, işləriniz uğurlu olsun. Polad kabinet generalı yox, səngər generalı yetişdirmişdim mən. Mən səngər generalı yetişdirmişdim. Səngər generalı hər evdən çıxmır. Polad kabinet generalı deyil idi, səngər generalı idi. Elə buna görə də xalqın könlündə yuva. Buna görə də xalqın könlündə oldu. İyun ayının İyun ayının 14-dən sərhəd bölgələrimizdə bu hadisələr başladı. Həmçinin müharibə başladı. Ona görə də mən bütün analara, şəhid analarına hamısına deyirəm, başınızı uca tutun, başınızı dik tutun. Nələr çəkdiyinizi mən bilirəm. Həmçinin orduda oğullar verən, oğulları gedən analara deyirəm, ürəkli olun, dirəkli olun. 28 ildir mən bu acıları çəkirəm. Sizin hamınıza deyirəm, ürəkli olun. Oğlanlarınızı evdən çıxardanda, oğlanlarınıza deyin, siz oğlanlarım düşman torpağına vuruşmaya getmirsiniz. Öz Azərbaycan torpağımızda, öz torpağımızda vuruşursunuz. Ona görə də ürəkli olun. Hər bir anaya arzu eləyirəm. Şəhid analarının əlindən öpür. Qarşılarını baş əyirəm. Evlad böyütmək asan deyil, çox çətindir. Səngərdə evlad böyütmək çox çətindir. Həmçinin o analar üçün necə çətin olduğunu mən bilirəm. Dözməyi də mən bilirəm. 28 ildir mən bu yolun yolçusuyam. Ona görə hamıya dözüm, dəyanət, səbirli olmaq arzulayıram. Hamı analar başlarını dik tutsunlar. Evlatların yola salınlar, ürəkli salsınlar. Xalqımın hamısına deyirəm, heç kəs öz evladın əsirgəməsin torpaqlarımızın azad olmayına. Hamısı getməlidir, döyüşməlidir. Torpaq sənindir də, mənimdir də.